Mən ona YouTube kanalımdan söhbət edirəm, o isə mənə deyir ki, mənim temum yoxdur. Çox qəribədir ki, sırğa qaralmayıb, amma sepin özü qaradır. Şeylər hazırlamışam. İndi bunları short videosu olaraq çəkəcəm. Tomat sosunu elə sevdim, rəngi daha çox pizzaya oxşayacaq. Oxudan girən kimi gördük ki, yerdə kitabı belə atıb qoyublar. Orasına ver. Adını çox bəyəndim, birinci dəfə də hazırlayırdım. Hər kəsə salam, kanalıma xoş gəldiniz. Gəlmişik evə biraz meyvə alaq. Az götür onu. O gün bizə bir qonaq gəlmişdi. Əvvəl Vasifgindən qonşu olublar. Hər dəfə o gəlib gedəndə nəsə bizə düşməməzlik olur, uğursuzluq olur evdə. Gələndə də çalışır ki, evin hər nöqtəsinə girib baxsın ki, harda nə var, necədir, yəni yataq otağına belə girir. Yaşı çoxdur deyən ona nəsə demək olmaz, amma məncə bu yaxşı bir hərəkət deyil. Təsəvvür eləyin, o gedəndən sonra evimizin 2 lamıçqasının ikisi də birdən partladı. Yataq otağının lamıçqasını dəyişdik, yenə ikinci dəfə partladı. Fikir vermişəm, o gəlib gedəndən sonra həmişə bizim evimizdə nəsə baş verir. Əvvəllər 4 il diş rentgenində işləmişəm. İş rejimimdə də bir gündən bir işləyirdim. Son zamanlar pasiyentlər dəhşət çox azalmışdı. Əvvəl 400-500 alırdımsa bir gündən bir işləyəndə, sonradan 160 manata qədər enmişdi. Mən çıxanda da Simen yoldaşım öz qohumunu gətirdi mənim yerimə. Amma qıza heç nə öyrətməmişdi, öz qohumu olmağına baxmayaraq. Özü də işdən çıxdı, başqa bir iş tapdı. Həmin qız da hər gün işləməli oldu. İşdən çıxsam da həmin ərəfədə Nərmin doktor məni medesestra kimi geri çağırdı. Qız da heç nə bilmədiyi üçün yalvar-yaxar elədi ki, mən ona rentgeni öyrədim. Qız həqiqətən də heç nə bilmirdi. Nə jurnalda qeydiyyatda barmağı, nə işin gedişatını, heç nə də, yəni qohumu ona heç nə öyrətməmişdi. Əslində bu dövrdə təmənnasız, pulsuz heç kim heç kimə nəsə öyrətmir. Amma mən ona təmənnasız kömək elədim. Gördüm ki, doktorlar çox şikayət eləyirdi. Dəfələrlə geri qaytardılar rentgenləri. Yəni həmin ərəfədə qıza dəstək olub işi öyrətdim. İndi qızın yaxın zamanda toyudur, mənə toya dəvət elədi. Həmin gündə bizim qohumlarımızın birinin toyudur, ona görə də gedə bilməyəcəyimizi dedim. Amma əvəzində dedim ki, kartı göndərsin, pul yollayım. Kartı göndərdi. Mən də sonra dedim ki, mən YouTube kanalı açmışam, niyə mənə dəstək olmadın? Mən axı sənə çətin vaxtında təmənnasız sənə kömək eləmişdim, rentgeni öyrətmişdim. Mən ona YouTube kanalımdan söhbət edirəm, o isə mənə deyir ki, mənim temum yoxdur. Həm də deyir, telefonum donur, içinə heç nə işləyə bilmirəm, amma telefonu iPhone-dur. O günləri tavan arxasındakı qaralıqla aparmaq üçün azeletlə işlədim, amma çox xeyif. Rəngi çox bərbad günə düşdü. Rəngi getdi əməli. Heç oldu. Bilsəydim, yəni belə qazanda, belə tavada istifadə eləməzdim. Bu da belə vəziyyətdədir. Çox xeyif. Əslində orijinalda belədir. Azeleti görə bərbad vəziyyətə düşdü. Buna da istifadə elədim, amma rəngi getməsə də azca qaralıq qalıb. Əlimdəki azelet qurtarmışdı, ona görə belə yarıda qaldı. Temudan alıb narazı qaldığım məhsulları indi sizə göstərəcəm. Birinci məhsul olaraq, deməli bu məhsul pomada kimi çəkilən, pomada formasında olan duxulardır. Amma istifadə edən kimi də qoxusu qalmır. Yəni almağa dəyməz. Heç bir ətri də qalıcı deyil, vurmağı ilə çıxmağı bir olur. Bunu mən set şəklində almışdım. İçində səhv eləmirəmsə 4 dənə ya 5 dənə olmalıydı. Yəni istifadə də eləmədim. Bir dəfə istifadə elədim, qaldı. Üstünü də sizə göstərirəm ki, adını görə biləsiniz. Digər məhsul isə gümüş sepdir. Sırğası yaxşıdır, qaralmadı, amma sepi nəsə qaraldı. Bəlkə də bunu ağartmaq üçün diş pastası ilə istifadə eləsəm ağarar. Yoxlayacağım, görməyər ağarsa problem olmaz. Çox qəribədir ki, sırğa qaralmayıb, amma sepin özü qaradır. Diş pastasına sürtdüm, nisbətən biraz ağardı. Növbəti məhsul da gümüşdür. Bunu heç istifadə eləməmiş, özündən bilməm nə ilə reaksiya girib qaralıb. Bunu da istəyirəm diş pastası ilə görüm, aça biləcəmsə yaxşı olardı. Bunu da təmizlədim diş pastası ilə. Elə baxıram ki, elə bir iz qalmayıb. Az da bu hissədə biraz qaraltı var. Yəqin ki, tam gümüş deyil ki, belə tez qaraldı. Bu da sabun qabıdır. Bundan 2 dənə almışdım. İkisini də istifadə eləmək mümkün deyilmiş. Çünki bunun altı yapışmır. Bunu nə qədər bastırırsan, biraz keçir, açılır. Sabun da qoyan kimi içindən düşür. Ona görə də yararsız məhsuldur. Digər narazı qaldığım bir məhsul isə mini kondisionerdir. Deməli, ilk dəfə mən Temudan mini kondisioner almışdım və onu geri qaytardım. Çünki istifadə eləmək mümkün deyildi. Yəni ki, kondisioner kimi istifadə eləmək olmurdu. Həm də ventilyatoru zəif idi. Yəni onu istifadə eləmək olmurdu. Adi ventilator kimi də istifadə eləmək olmurdu. İçindən deməli buxar kimi şeylər çıxırdı, hava nəmləndiricisi.
Onu da mini kondisioner adı ilə, yəni demişlər ki, mini kondisionerdir. Amma istifadə elədim 2-3 gün, gördüm ki, yəni o deyilən qədər deyil də. Nə sərin verir, nə bir şey. Qiymətini ekranda qoyacağam. Yəni onu yaxşı ki, qaytara bildim. Növbəti narazı qaldığım məhsul isə maqnit kipriklərdir. Yəni heç cür onu istifadə etmək olmurdu. Çünki bir tərəfindən qabaqdan birləşirsə maqnitləri, arxa tərəfindən tam birləşmirdi, əyri qalırdı. Həm gözə də narahatçılıq verdi, gözdə qapamaq olmurdu. Ona görə də istifadə eləyə bilmədim. İstifadə eləmək üçün də təzədən Temudan kley sifariş elədim, kiprik kleyi. Onunla istifadə eləmək olurdu, kiprik kleyi ilə, adi kiprik yapışdırmaq kimi olurdu. Amma maqnitli kiprik kimi istifadə eləyə bilmədim. Buradakıların hamısı advent kalendarın içindən çıxıb. Maraq üçün aldım ki, görüm içindən nələr çıxacaq. Deməli, hamısının içindən burluq çıxdı. Hamısı da heyvan burluqlardır. Bu borlokları necə istifadə edəcəm, yeniyəcəm, lazımsız bir şeylərdir. Hamısında da it şəkilləridir. Birində meymundur. Çoxsu itdir. Yəni çoxsu it formasındadır borlokların. Hələ göstərmədim, içində onlar bilməm tullamışam ya yox. İçində 2 dənə də satanist sırqaları var idi. Divardan asılan hava təravətləndiricidir. Üstündəkini açırsan, içinə duxu yerləşdirirsən, paket şəklində içində 10 dənə olur. Yerləşdirirsən bunun içinə. Bu formada belə bir şeydir. Bunun içinə yerləşdirirsən, ətir qoxusu yayır. Bunun ətri qalmır. Keyfiyyətsizdir. Marketdən banu üçün belə bir kukuruz aldım. Hamısını yeyib içindəkilərin də belə bir hədiyyə çıxdı. Elə bir çiçəliyə oxşayır. Süd də aldım. İstəyirəm ki, həm yoğurt, həm də cupcake düzəldim. Uşaq vaxtı bundan yerdik. Təsadüfən qarşıma çıxdı. Şirin buğdadır. Çiçəkləri də yoğurta görə almışam. Həm də istəyirəm şokoladla bir şeylər hazırlayım. İnşallah görə necə alınacaq. Bir də un. Əsas bizə lazım olacaq undur. Bir də bu. Bunu da görən kimi almaq istədim. İstəyirdim ki, şam üçün belə stakanlar alım. İçində şamlar hazırlayım. Yoxlayacağım görüm necə alınacaq. İnşallah yaxşı alınır. Bunun da 6 dənəsini 6 manata. Yəni dənəsini 1 manata başa gəlir. Qiyməti deyəsən 8 manat idi. 6 manat aldım 2 manat endirimlə. Bayaq çələk və şokoladla belə bir şeylər hazırlamışam. İndi bunları short videosu olaraq çəkəcəm. Bu çələkləri də saxlayıram sabaha. İnşallah bundan yoğurt hazırlayacağam. Biraz da cupcake hazırlayacağım üstünə bəzək kimi qoymağa. Ata 1 kilo mozzarella pendirindən almışdı. Gedəndə yarısını mənə verdi. Mən də indi ondan pizza bişirəcəm. Axır vaxtlar evdə tomatdan istifadə eləmirlər. Ona görə də mən də olan pendir sozundan istifadə edəcəm. Yəni xəmirin üstündən biz qabaq tomat sosu edib çəkirdik. Onun yerinə pendir sosu eləyəcəyik. 1000 abunə hədəfinə az qalıb. İnşallah 1000 abunədə tort bişirəcəm. Ona görə də sizdən xahişim kanala abunə olmağınızdır. Bir də fikir vermişəm ki, videolarda yorum yazanda daha çox izləyicinin qabağına çıxır və baxış sayı artır. Baxış sayı artanda da daha çox həvəsə gəlirəm. Videoları tez-tez çəkmək istəyirəm. Keçən dəfə Aykada 400.000 başqa səhifəsi üçün tort bişirdirmişdi. Heyf ki, onun videoları silindi. İnşallah ki, məndə elə bir şey olmaz. Yəni əziyyətinə heyf oldu. O qədər əziyyətlə hazırlanan kontent heç oldu. Rəhimə bacım da 1000 abunəyə mənə hədiyyə eləyəcəyini söz verib. İnşallah 1000 abunəni keçəndə görəcəm nə hədiyyə eləyəcək. Pendir sosu ilə elədiyimə görə rəngi biraz qəribədir. Tomat sosu ilə eləsəydim rəngi daha çox pizzaya oxşayacaqdı, amma belə də dadlıdır. Bir də xəmirinə maya vurmadım. Əslində maya vurulanda daha yaxşı olur, daha gözəl pişir. Necədir Banu, dadlıdır? Kondisioneri quraşdırmaq istəyirik, ondan əvvəl içi təmizlənməlidir. Ona görə də bu işi vasif edir. Elə də çikili görsənmir. Bunlar yuyuldu, indi qoyuruq. Quruyandan sonra yerinə taxacağıq. Biraz çıxırıq ki, parkda gəzək. Kes bana kızım. Geçer kızım kes. Benim canım kızım. Benim canım kızım. Vasif girdi yenə marketə, lamıçıq almağa. İkinci dəfə də alırıq. Aldım. İkisini tut.
Yerə saldı. Bəs bir dəfə yaşıl çay gətirmişik. Amma rəngi tünd olub. Oturduğumuz yer çox küləkli idi. Ona görə də gedirik biz qobu içdə oluruq, gedirik qobu birə. Orada skamerkalar da var, rahat oturacağıq. Bu ərazidə də itlər çoxdur. Parkda da çox olur. Daha çox bura gəlirlər. Yeşən olur. Belə ki canavardır. Çoban etinə oxşayır. Vəhşi itlərdir. Çiçəklər. Burada da toyuqcuca saxlayırlar. Kəndə oxşadılar. Burada hovuzdur. Əslində içində su olmalıdır. Uşaqlar içində topla oynayır. Blokdan girən kimi gördük ki, yerdə kitabı belə atıb qoyurlar. Kitabı yazan bilsəydi ki, belə yer atacaqlar. İllərlə əziyyət çəkmişlər. Nədir bana evə gələn kimi səsini götürür aynen. Daha bəsdir də gəzdim. Bayaq çıxartdığımız kondisionerin şeyləridir. Bilmirəm adı nədir. Onları taxırıq, yuduqlarımız. Kondisionerin şeyləri də pərdələr. Orasını ver. Bunu təmizləyirik ki, havası təmiz olsun da, kirlənməsin. Tozu torpağı təmizləyirik. Buradakı ərzaqlarla banı üçün yoğurt hazırlayacağım. Əslində orijinal reseptində 1 litr içinə 1 litr südlə vururlar. Mən indi yarısını vuracağam. Yəni porsiyanı 2 yerə böləcəm. 1 litr əvəzinə 2 stəkan süd tökürəm. İçinə deməli əslində 4 qaşıq pesok gedir, 2 qaşıq nişasta gedir. Mən onun yarısını eləyirəm. 2 qaşıq şəkər tozu, 1 qaşıq qarğıdal nişastası. Fərqi yoxdur. Yəqin ki kartofun kraxmalından da eləmək olar. Bir paketdə vanil istifadə edəcəm. Bunu mən Temudan almışdım. Bir dəfə də istifadə edəcəm. Qarışdırmaq üçün yaxşı ideal vasitədir. Bunu qazın üstündə tam qaynara çıxmamış sələkləri əlavə edirsən, qarışdırırsan və biraz su çəkilənə kimi baxırsan ki, yoğurt halına gəlməlidir. O halığa gələnə qədər qazın üstündə saxlamaq lazımdır. Sələyin də orijinal reseptində qramı 500 qramdır. Mən onun yarısını istifadə edəcəm. Qazanın vəziyyəti azərdə görə belədir, rəngi çıxır. Kartof əzəmlə də əzirəm ki, hamar olsun. Bütöv qalmasın içindəkilər. Mənə elə gəlir ki, bu qədər pişməyi bəs eləyər. Bunu qoyacağım soyumağa. Soyandan sonra da qablara tökmək olar. Yoğurtun son halı belədir. Dadını çox bəyəndim. Bir dəfə də hazırlayırdım. Bundan sonra da hazırlayacağım. Çox dadlıdır. Bundan istəsəniz həm yoğurt kimi, həm də dondurma kimi istifadə etmək olar. Yoğurtu hazırlayandan sonra indi də cupcake'lərimizi hazırlayaq. 2 yumurtanı 1 stəkan şəkər tozundan qarışdırmaq lazımdır. İçinə yarım stəkan sulu yağ veririk. 2 xörək qaşığı da ərinmiş kərə yağı. Bir stəkan da süd vermək lazım. 1 paket vanil. 2 stəkan da un tökmək lazımdır. 2 xörək qaşığı da kakao. Deyəm xan. Yerləşdirdim sobaya. 20 dəqiqə pişməlidir. Banu mikserin karabkasını boş tapan kimi içinə girib oturub. Ne edirsən Banu?
Qalan 5-ini də qoydum bişməyə. Deməli, məndə bu reseptlə 15 dənə çıxdı. Lüstrə ikinci dəfə lamıçka taxanda dibdən qırıldı. Necə gözləyibsə, ikinci dəfədən heç vəbşi lamıçka taxmaq alınmadı, dibindən qopdu. Videonu burada sonlandırıram. Kanala abunə olmağı unutmayın. Ay Allah, sən bu nəsən?